Salam, bu gün baxırıq Kaspi test bankından Newton qanunları, yəni 3-cü fəslə. Sual 1-də mexanikanın hərəkətləri, onları doğuran səbəbləri nəzərə almaqla öyrənən bölməsi necə adlanır? Dinamika. İkincidə cisim maili müstəvi üzrə təcillə aşağıya sürüşür. Ona təsir edən qüvvələrin əvəzləyicisi hansı istiqamətdədir? Bir cisim əgər yeyinləşən hərəkətdən söhbət gedirsə, yəni yavaşlayan hərəkət deyilsə, əvəzləyici qüvvə hər zaman hansı istiqamətdə hərəkət edir? Sürətlə eyni istiqamətdə. İndi əgər bu cisim aşağıya sürüşürsə, deməli elə əvəzləyici qüvvə də aşağıya doğrudur. 2-ni götürə bilərik. Sonra 3-cü sualda cisim maili müstəvi üzrə bərabər sürətlə aşağı sürüşür. Ona təsir edən qüvvələrin əvəzləyicisi hansı istiqamətdə yönəlmişdir? Yenə də əgər cisim aşağıya doğru sürüşürsə, ancaq bir kəlmə var burada, bunu diqqətə almadım. Bərabər sürətlə. Bu nə deməkdir? Əgər bərabər sürətlə kəlməsi varsa, orada əvəzləyici qüvvə də sıfıra bərabər olacaq, təcil də yoxdur, sıfıra bərabərdir. Əvəzləyici qüvvə dediyi üçün 0 götürürük Y variantı. 4-cü suala baxaq. Cismin hərəkət istiqaməti və ona təsir edən qüvvə təsir edilmişdir. Cismin hərəkət təcil hər zaman qüvvətlə eyni istiqamətdə olur. Qüvvə ilə. Bu da oldu D variantı. 5-də avtomobil çökük körpüdə bərabər sürətlə hərəkət edir. Körpünün ən aşağı bax bu nöqtəsində avtomobilə təsir edən qüvvələrin əvəzləyicisi. Deyirsiniz ki, bayaq dedik ki, bərabər sürətlə varsa 0-dır. Normalda bəli, bərabər sürətlə varsa 0-dır. Ancaq söhbət çevrədən gedirsə, çevrə özü bərabər sürətli hərəkətdir, düzdürmü? Ancaq siz baxmayın ki, o bərabər sürətlidir, görürsünüz orada təcil var. Çünki sürətin ədədi qiyməti bərabər qalır, istiqaməti dəyişir. Onda çevrə üzrə bir hərəkət varsa, hər zaman qüvvə mərkəzə doğru olur. Baxın. Bu da oldu Y variantı. Gəldik 6-cı suala. Düz xətli bərabər sürətli hərəkət edən vaqonda sapdan asılmış kürəcik var. Vaqon yavaşlayarsa, bax yadımızda saxlayaq. Əgər yavaşlayarsa varsa, bax bu ip olsun, cisim olsun, bu tip sualların hamısında yavaşlayan varsa sürətlə eyni istiqamətə gedir. Əgər yeyinləşən varsa, əks istiqamətə gedir. Baxın, indi sürət sağa gedir, düzdür? Yavaşlayan olduğu üçün deyəcəm ki, bu da irəli gedir də, yəni sürətlə eyni istiqamətə gedir. Sağa, yəni belə deyim də sizə. İndi bu birbaşa durub sağa gedə bilməyəcəyi üçün, baxın, ip belə bu formada gedəcək də, ona görə irəli götürürük. Ancaq indi burada yeyinləşən olsaydı, sürət bu yana deyil, bu ip bu tərəfə gedərdi. Onsuz da bu ip başqa hərəkət edə bilməz, ya bu yana gedəcək, ya bu yana gedəcək. Sonra davam edək. 7-də hansı halda təyyarə ilə bağlı hesablama sistemi ətalət hesablama sistemi sayılır? Ətalət hesablama sisteminin şərti nə idi? 1. Düz xətli olmalı idi. 2. Bərabər sürətli olmalı idi. Baxaq, və yaxud da düz xətli, bərabər sürətli və ya sükunətdə qalmalı idi. İndi baxaq, deməli sürətlənir varsa olmaz. Ölüm ilgəyində nə var? Əyri xətli hərəkət var, olmaz. Yavaşlayır, olmaz. Baxın, burada sükunət var. Sükunətdə olar. 8-də çevrə üzrə bərabər sürətli hərəkətdə radius boyunca çevrənin mərkəzinə doğru yönəlmiş vektorlar hansılardır? Qüvvə və təcil. Əvəzləyici qüvvə və təcil. 9-da hansı halda cisim ətalət hesablama sisteminə nəzərən düz xətli bərabər yeyinləşən hərəkət icra edər? Baxaq. Deməli, düz xətli bərabər yeyinləşən. Hərəkət istiqamətinin əksinə yönəlmiş sabit qüvvə. Əgər hərəkətin istiqamətinin əksi varsa, deməli bu yavaşlayan hərəkətdir. Bu belə. Hərəkət istiqamətində yönəlmiş sabit qüvvə deyirsə, bəli, bu olar. Yeyinləşən hərəkət üçün qüvvə hərəkətlə eyni istiqamətdə olmalı idi və bərabər yeyinləşən də varsa sabitdir. Deməli, B variantı doğrudur. 10-cu suala baxaq. Ətalət hesablama sistemini hansı qanun və ya prinsip müəyyənləşdirir? Newtonun birinci qanunu. Niyə? Çünki Newtonun birinci qanunu nə deyirdi? Əgər bir cismə heç bir qüvvə tətbiq olunmursa və ya qüvvələrin əvəzləyicisi sıfıra bərabərdirsə, cisim ya hərəkət etməyəcək, ya da bərabər sürətlə hərəkət edəcək. Sonra 11-ə baxırıq. Müxtəlif kütləli 3 dənə cisim eyni sürətlə hərəkət edir. Onlara eyni F qüvvəsi ilə təsir göstərirlərsə, hansı cisim daha tez dayanır? Baxın indi, bu cisimlərin üçü də sağa doğru eyni sürətlə hərəkət edirlər.
və bunlara doğru yalnız bir dənə hər üçünə yalnız bir F qüvvəsi təsir edir. Və baxıram ki, F qüvvəsi sürətin əksi istiqamətindədir. Yəni bu cismi yavaşladır. Bax bu qüvvənin funksiyası cismi yavaşladıb axırda dayandırmaqdır. Axı hərəkətin əksi nədir? İndi deyir ki, hansı daha tez dayanar? Hansı bu cismi daha tez dayandıra bilər? Elə baxıram qüvvələr üçü də eynidir. Onda neyniyirəm? Baxıram kütləyə. Təcillə əlaqələndirirəm. Necə? Hansının təcili daha böyük olsa, o cismi daha tez dayandıracaq. İndi təcil də nə zaman böyük olurdu? Kütlə kiçik olanda. Onda kütlənin kiçik olduğu variantı seçəcəyik bu durumda. 12-yə baxaq. Cisimlərin qarşılıqlı təsirinin miqdarı ölçüsü necə adlanır? Bu da eləyəcək qüvvə. C variantı. 13-cü sualda. 13-cü sualda avtobus döngədə hərəkət edərkən sərnişin müvazinətini saxlamaqdan ötürü hansı istiqamətə meyl etməlidir? Müvazinəti saxlamaq üçün nə etmək lazımdır? Həmişə mərkəzə doğru, qüvvə istiqamətində. İndi baxaq. Bax burada konkret nöqtə olmadı. Yoxdur ki, mən deyim məsələn burdan bura, burdan bura. Bir dənə onu bilirəm ki, ortaya doğrudur. Bax bu nöqtəyə doğrudur. Bunu bir çevrə kimi düşünsək. Onda nə edək? Başlayaq variantlardan hərəkətə keçək. Məsələn, qoy elə mən sol tərəf həlləlik qalsın, çünki doğru budur. İndi onu mən deyəcəm niyə. İrəliyə. İrəli nə deməkdir? Bax bu istiqamətdə. Elə bu irəli nöqtədən tamamilə fərqlidir. İrəli getdi. Sağ tərəf o da getdi. O da lazım deyil. Geriyə. Geri nə deməkdir? Yəni bax bu geriyə qayıdır deməkdir. Onu da götürə bilmirik. Düzdür? Meyl etməli deyil, xeyr, meyl etməlidir axı. Yerdə qaldı sol tərəf. Baxın indi buradan sol tərəfə doğru getsə, məsələn bu nöqtədə gedə bilər. Ona görə sol tərəfə götürə bilirik. Gəldik 14-ə. Çevrə üzrə bərabər sürətli hərəkətdə belə bir ifadə verilib. Onda F ona təsir edən qüvvələrin əvəzləyicisi olarsa, deməli bizdən nəyi soruşur? Hə, bu kəmiyyət hansı kəmiyyətdir, onu soruşur. Heç nə, neyniyək onda? Bir yerinə yazaq. Bax, buradan F-in yerinə elə bir düstur yazacağam. İçində radius da olsun. Məsələn, yazıram ki, F-in yerinə V-nin kvadratı bölünsün R. Burada bir dənə də R özləri verib yazıram. Aşağıda bir dənə də M var. Onda burada R-lər bircə dəqiqə. F-in yerinə M vurulsun. M unutdum mən. M vurulsun A-dır. A-nı da parçaladıq. Buradan da M-lər ixtisar gedir. R-lər ixtisar gedir. Yerdə V kvadratı qalır. V-nin kvadratından da çölə eləcə xətti sürətin özü çıxır. B variantı. Gəldik 15-ci suala. Yenə də 15-ci sualda gəlin. 2M kökün altında. 2M S. F-in yerinə elə bir düstur yazıram ki, məsələn, M. A-nın da yerinə nə yaza bilərik? Təcilin yerinə. Elə təcil yazaq hələ ki. Sonra buradan başlayaq. Bax bu M-lər ixtisar getsin. Kök altında 2S bölünsün A. Bu bizə hansı düsturu verirdi? Zamanı verirdi. Başlanğıc sürət 0 isə. Zamanı verəcək. Zaman da harda var? Demək zaman. Y variantında. Baxın başlanğıc sürəti də elə 0 veriblər özləri. Sonra gəldik 16-cı suala. 16-cı sualda Newtonun yerinə yazıram. Kiloqram vurulsun, metr bölünsün, saniyənin kvadratı. Burada Newton getdi. Aşağıda bir dənə də kiloqram vurulsun metr var. Burada kiloqramlar, metrlər ixtisar gedəndə yerdə qalır 1 bölünsün t kvadratı. Kökdən də nə çıxacaq? 1 bölünsün t zaman. Bu da bizə nəyi verirdi? Tezliyi. Tezlik harda var? C variantında. Gəldik 17-ci suala. 17-ci sualda Newtonun yerinə nə yaza bilərik? Deməli MA. Və yaxud da çelik qoy açaq dəyər. Newtonun yerinə yazaq kiloqram vurulsun metr bölünsün saniyənin kvadratı. Sonra davam eləyək. Buradakı saniyəni olduğu kimi saxlayıram. Saniyə. Aşağıda da kiloqram olduğu kimi saxlayıram. Burada kiloqramlar ixtisar gedir. Saniyənin də 1 ixtisar gedir. Yerdə qalır metr bölünsün saniyə. Bu da bizə nəyi verəcək? Sürəti. 18-də verilmiş cismin kütləsinin ona təsir edən qüvvədən asılılıq qrafiki. Yadımızda saxlayaq ki, kütlə qüvvədən asılı deyil. Kütlə asılıdır nədən? 1 R-dən, kubik asılıdır 3-cü dərəcədən. Bir də sıxlıqdan. Vəssalam. Ondan başqa kütlə heç nədən asılı deyil, heç nədən kütləni dəyişə bilmərik. 19-a baxaq. Təcil qüvvə ilə necə asılıdır? Təcil qüvvə ilə düz asılıdır. F bərabərdir M bölünsün. A bərabərdir F bölünsün M-ə görə. Düz asılı da harda var? 3-də. 20-ci suala baxırıq. Sükunətdəki cismə müəyyən T müddəti ərzində sabit qüvvə tətbiq edilir. Cismin aldığı sürətin onun kütləsindən asılı qrafiki hansıdır? Onda neyniyək? Biz sürəti deməli neyniyək? Sabit qüvvə deyilsə, gəlin əvvəlcə qüvvədən giriş edək. Qüvvə bərabərdir M A-ya.
O da bərabərdir M. Təcilin yerinə nə yaza bilərəm? Delta V bölünsün T. Ancaq burada sükunət olduğuna görə onsuz da son sürət, başlanğıc sürət sıfırdır. Eləcə yazıram V bölünsün T. Buradan da görürəm ki, kütlə, deməli sürəti saxlasaq, M-i bu yana bölmə kimi, T-ni də vurma kimi atsaq, görərəm ki, sürət M-lə necə asılıdır? Tərs asılıdır. Bu da harda var? 1-də. 21-ə baxaq. 21-də bir nöqtə qeyd eləyirik. Məsələn, bax burada bu nöqtəni. Bunun təcil qiyməti var, bir də kütlə qiyməti var və bizdən nəyi soruşur? Qüvvəni. Qüvvə nəyə bərabərdir? M vurulsun A-ya. 2 vurulsun 5-dən, bu da eləyəcək 10 D variantı. 22-ci suala baxaq. Sabit qüvvə ilə dartılan tezliyin üzərindəki yükü götürsək, təcil necə dəyişər? Baxaq görək necə dəyişər. Əvvəlcə yazıram təcil üçün. A bərabərdir F bölünsün M-ə. Düzdürmü? Sonra baxıram ki, F sabit qalır. Deyir ki, sabit qüvvə. Dəyişən nədir? Kütlədir. İndi bayaqdan kütlə 3 ilə 1-i toplamışdım, 4 idi, düzdür? Sonra üstəkini götürdüm, 1 qaldı. Neynədir kütlə? 4 dəfə azaldı. Kütlə 4 dəfə azaldısa, təcillə kütlə tərs asılıdır. Təcil neyniyər? 4 dəfə artar, Y variantı. 23-də sabit qüvvə ilə dartılan tirciyin təcilinin 5 dəfə azalması üçün. Aha, qüvvə sabitdirsə, təcil bərabərdir F bölünmüş M-lə. Əgər qüvvə sabitdirsə, deməli təcili 5 dəfə azaltmaq üçün kütləni 5 dəfə artırmaq lazımdır. Axı tərs asılıdırlar. Onda bayaqdan kütlə 2-dirsə, 5 dəfə artırmaq üçün 2-ni vururam 5-ə eləyir 10. İndi 10 olmalıdır, düzdürmü? İndi yaxşı, 10 olması üçün 2-nin üzərinə nə qoysaq 10 eləyər? 8-i gətirib qoysaq, olar 10. Bax, burada çarxıb 10-u birbaşa yazmayın, ha. Bu 10-a da diqqət edin. Sonra 24-ə baxaq. Cisimlərin hərəkət təcilləri arasındakı hansı bərabərlik doğrudur? Bax, deməli burada təcil nəyə bərabərdir? F bölünsün M. Birinci üçün yazıram F bölünsün 3M. İkinci üçün yazıram 3F bölünsün M. Baxıram ki, ikinci böyükdür. Neçə dəfə? 9 dəfə. 9 dəfə ikinci böyükdürsə, deməli 1-i 9-a vuracağıq. B variantı. Sonra 25-ci suala baxaq. Deməli, belə bir qüvvələr verilib və A1-i gəlin tapaq. Yəni, birinci haldakı təcil. Qüvvələrin biri 5-dir, biri 10-dur və bunlar eyni istiqamətdədirsə, toplayıram, eləyir 15. 15-i də kütləyə, gəlin, burada kütlə sabitdir. Görürsünüz, eyni kütlə deyirsə. Özümüzdən bir kütlə yazaq. Məsələn, elə hər ikisinin kütləsini 1 götürək. İndi birinci halda A bərabər idi nəyə? F bölünsün M-ə. F-lər eyni getdiyi üçün topladım, elədim 15. Kütlənin də yerinə 1 yazdım. Birinci halda təcil oldu 15. İndi gəlirəm ikinci hala. İkinci halda A2 bərabərdir. Kütlə, bax burada var 10 Newton, burada varsa 5 Newton. Əvəzləyici qüvvəni neyirik? Çıxırıq. Ondan 5-ini çıxdım, 5 qaldı. Onu da bölürəm nəyə? Kütləyə, yəni 1-ə. Buradakı təcil də 5 oldu. İndi birinci təcil oldu 15, ikinci təcil oldu 5. Bunların da nisbəti bizə nəyi verəcək? 3-ü. 26-da cismə 4 qüvvə təsir eləyir. Onun təcili hansı istiqamətə yönələr? Baxıram ki, F3 ilə F1 əks istiqamətdir və eyni. Onda bunlar bir-birini sıfırlayırlar. Sonra F2 ilə də F4 əks istiqamətdədir. Bunun bir daması ilə bunun bir daması sıfırlandı. Yerdə sağa doğru bircə dama qaldı. Deməli, cisim sağ tərəfə doğru hərəkət edəcək. Yəni, yekunda əvəzləyici qüvvə hansı istiqamətdədirsə, cisim də elə o istiqamətdə hərəkət eləyər. Sonra gəlirəm 27-ci suala. 27-ci sualda baxın. Bax əvvəlcə başlayaq nədən? F1-dən. Bax F1-ə daha doğrusu nə edək? Bax F1 bircə dənə budur, düzdür? İndi gəlirəm F2-yə. F2-nin 2 proyeksiyası var. Biri sağa doğru bu qədər. Görürsünüzmü bax buradan? Biri də yuxarıya doğru bu qədər. F2 getdi. İndi gəlirəm F3-ə. F3-ün bir dənə yuxarıya doğru proyeksiyası var. Görürsünüz, bir dənə də sola doğru. F3 də getdi. F4-ün bir dənə sola doğrusu var, 2 dənə də aşağı doğrusu. Bu da getdi. İndi baxıram. Yuxarıya doğru oldu 2 dama. Sağa da doğru oldu 2 dama. Sola da doğru oldu 2 dama. Aşağıya da doğru oldu 2 dama. Baxın, bunlar hamısı bir-birini sıfırladılarmı? Sağla sol bir-birini sıfırladı, yuxarı ilə də aşağı. Deməli, yekunda bu cisim neyniyəcək? Sükunət vəziyyətində qalacaq, hərəkət eləməyəcək.
28-ə baxaq. Cismin sürətinin proyeksiyası verilib, qüvvəyə çevirmək lazımdır. Yadınızda saxlayın ki, qüvvə qrafiki varsa, qüvvənin əvəzinə təcil yaza bilərik rahat şəkildə. Onda nə edirəm? Götürürəm birinci halda. Bax bunun görürsüz yuxarıya doğrudur bax bu. O deməkdir ki, yuxarı istiqamətdə gedirsə sürət, təcil yuxarıda olacaq. Bax bu təcil olsun. A, bu da T. Təcil yuxarıya doğru olar. Onda bunu yuxarıdan çəkirəm. İkinci halda isə aşağıya doğrudur. Onda təcil aşağıda olacaq. Deməli birinci yuxarıda, sonra aşağıda B variantı. 29-a baxaq. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilib, yenə sürətə qüvvəyə çeviririk. Qüvvəni də rahat şəkildə təcillə əvəz edə bilərik. Əvvəlcə bax bir təcil çəkirəm, elə buradan özümüz göstərək. Əvvəlcə yuxarıya doğru olduğu üçün, görürsünüzmü? Onda təcil yuxarıda olacaq. Sonra da sabit qaldığı üçün təcil sıfırın üstündə olacaq. Yuxarıda sıfırda var A variantı. 30-cu sualda. Cismin yer dəyişməsinin proyeksiyası zaman qrafiki paraboladır. Ona təsir edən qüvvələrin əvəzləyicisini. Deməli, birinci halda cisim nə edir? Yavaşayan hərəkət edir. Yavaşayan hərəkət edirsə, onda qüvvə aşağıda olmuş olacaq. Bu belə. Sonra isə yeyinləşən hərəkət eləyir. Ancaq yenə də hərəkət oxun elə bir istiqamətinin əksinə yeyinləşən hərəkət eləyir. Deməli yenə aşağıda olacaq. Gəlin bunu nə edək ən yaxşısı. Sürətə çevirim mən, ondan sonra hərəkət eləyək. Deməli yolu çevirirəm sürət zaman qrafikinə. Başlayıram. Birinci halda yavaşayan hərəkət eləyirsə, özü x ox istiqamətində. Birinci halı yavaşayan götürürəm. Sonra da yeyinləşən x oxunun əksinə. Bu istiqaməti yazdım. İndi bunu nə edirəm? Çevirirəm təcillə. Bu nə edir? Axıra qədər aşağı doğru gedirsə, deməli təcil ilə axıra qədər aşağıda olacaq. Elə qüvvə də təcillə eynidir. Sonra 31-ci suala baxaq. X oxunun əksi istiqamətində hərəkət edən cismə iki qüvvə tətbiq edilir. Biri 6-dır, biri 4-dür. Yazıram 6 və 4. Kütləsi də 2 kiloqramdırsa, cismin təcilini soruşur bizdən. Təcil bərabər idi nəyə? Əvəzləyici qüvvə bölünsün kütləyə. Buradan əvəzləyici qüvvə 6-dan çıxıram 4-ü, nə qalır? 2. Kütlənin yerinə yazıram 2, baxın 2 veribdir. Bərabər olur 1-ə. İndi yaxşı, hansı 1-ə? Ona baxaq. 1 olmasına 1-dir. Müsbətdirmi, yoxsa mənfidirmi? İndi onu necə müəyyən eləyək? Baxın, əgər qüvvə, böyük qüvvə var ha. Böyük, bax sürət bu istiqamətdə gedir. Sol tərəfə doğru, düzdür? Və böyük qüvvə də sol tərəfə doğru gedirsə, yox, onu ona görə eləmirik. Təcil demir, elə böyük qüvvənin istiqamətini götürün də. Əvəzləyici qüvvə hansı istiqamətdədirsə, təcil də o istiqamətdədir. Böyük qüvvə mənfidirsə, deməli təcildir. 37-ci sualda baxın, bizə təcil və qüvvə diaqramı verilib və bizdən kütləni soruşursa, M bərabərdir F bölünmüş A-dan. Görürük ki, təcillə kütlə qüvvə ilə düz asılıdır, təcillə tərs. Doğrusu kütlə heç biri ilə əslində asılı deyil, diaqrama əsasən. Yəni qüvvənin daha böyük qiymətində, deməli kütlə daha böyük imiş o nöqteyi nəzərdən. İndi baxıram bir dənə düz xətt. Yəni bax bu düz xətt üzərində F artdıqca F ilə bərabər eyni nisbətdə təcil də artır. Görürsünüzmü? Yəni bu da artır, bu da artırsa, yekunda kütlə dəyişmir. Ümumilikdə də belə əzbərdə yadınızda saxlayın ki, bir düz xətt üzərindəki bütün nöqtələrdəki kütlə eyni qiymət almış olacaq. O zaman kütlə dəyişərdi ki, əgər bu xətt dəyişsə, məsələn, burada başqa bir xəttdə olsaydı, bəli, onda. Ona görə eyni qiymət alar götürürük hamısına. Sonra gəldik 38-ci suala. 38-ci sualda bizə bir cisim verilir və bu cismə qüvvə tətbiq olunursa, bu qüvvənin 2 dənə proyeksiyası var. Bir sinus proyeksiyası, bir də kosinus proyeksiya. İndi baxırıq nəyə? Sürtünmə qüvvəsi hesaba alınırmı? Əslində, baxın, burada nə sürtünmə əmsalı verilməyib, nə də deyilməyib ki, sürtünmə qüvvəsi nəzərə alınmır. Əslində, ya bizə sürtünmə əmsalı verməlidirlər ki, burada onu da hesaba qataq. Və ya deməlidirlər ki, sürtünmə nəzərə alınmır. İndi bunun heç biri olmadığına görə əmsal da yoxdur. Təxmin edirik ki, sürtünməni hesaba qatmayıblar. Yəni bu nə qədər doğru olmasa da heç nə qatmayıblar. Ona görə bax bu yuxarıdakı kosinus, sinus proyeksiyası bizə maraqlı olmur. Bizə maraqlı olur bax bu 40-ın kosinus proyeksiyası. Onda vururam 40-ı kosinus 53-ə, yəni 0.6-ya. Bu da eləyir 24. Sonra götürürəm indi nəyi tapmır? Təcil. Təcil bərabərdir əvəzləyici qüvvə bölünsün kütlədən. Əvəzləyici qüvvənin yerində var 24, kütlənin yerində var 4. Bu da bizə verəcək 6 Newton C variantı.
Gəldik 39-cu suala. 39-da sapdan asılmış kürəcik A təcili ilə yuxarıya qaldırılırsa, onun hərəkəti üçün Newtonun ikinci qanunu necə yazılar? Baxın, indi burada T gərilmə var, mg var. Aha. Deməli, bu ip yuxarıya doğru qalxırsa, bu ipi yuxarıya doğru qaldıran bir T gərilmə qüvvəsi var. Aşağıya doğru bu cismin mg ağırlıq qüvvəsi varsa, nə edirdik? Bax, bu qüvvələr əks istiqamətdir də, düzdürmü? Böyükdən kiçiyi çıxıb MA-ya bərabər edirik. Yazırıq ki, MA bərabərdir. Böyük qüvvə çıxılsın kiçik qüvvə. Bəs yaxşı, nə bilək indi burada T gərilmə daha böyükdür, yoxsa mg daha böyükdür? Baxın, deyir ki, qaldırılır. Əgər qaldırılırsa, deməli T gərilmə daha böyük imiş ki, yuxarıya doğru gedib. Əks halda aşağı düşərdi. Onda böyük olandan, yəni T gərilmədən çıxıram kiçik olanı, yəni mg-ni mənə verir MA. Bax, bu şərtdə harda var? Adi bir variantında var, sadəcə məsələ yerlərini, yəni fərqi yoxdur, harda yazdıq. Bax, elə lap belə də yazmaq olar. MA, fərqi yoxdur. Bu da oldu bu variantı. Sonra 40-a baxaq. Müəyyən qüvvə F1 birinci cismə A1, ikinci cismə A2 təcilini verir. Müəyyən bir qüvvə. Həmin qüvvə qüvvə eyni qüvvədir. Baxın indi. Bax, qüvvə eyni qüvvədir. Əlimizdə 2 dənə cisim var. Birinə yazıram M1, birinə yazıram M2. İndi bizə nə deyir? Deyir ki, F1 birinci cismə A1 təcili verir. Onda yazıram A1 bərabərdir. Bax, buradakı F bölünsün M1-ə. İkinci cismə A2 təcili verir. A2 bərabərdir. Həmin eyni F bölünsün bu səfər M2-yə. Həmin qüvvə hər iki cismə birlikdə nə qədər təcil verər? Onda nə edirik? Bu səfər bu iki dənə yükü toplayırıq. Bu səfər yazıram F bölünsün M1 üstəgəl M2. O da bərabərdir A-ya. AX yazaq da burada. İndi burada bax, bu AX-in yerində görün neyniyək. Əvvəlcə gəlin, bax, bu M1-i neyniyək? M1 bərabərdir nəyə? Gözləyin, bunun üstünü örtüm mən. Yerimiz açılsın biraz. M1 bərabərdir F bölünsün A1-ə. M2 də bərabərdir F bölünsün A2-yə. Onda yuxarıdakı bax, bu F-i olduğu kimi saxlayıram. Aşağıda M1-in yerinə bu ifadəni yazıram. Üstə gəlsin. M2-nin yerinə də bu ifadəni yazıram. Buradan aşağıdakı bax, bu deməli məxrəcləri birləşdirək, ortaq məxrəcə gətirək. Olsun A1 vurulsun A2. Yuxarıda da var. F vurulsun A2, üstə gəlsin F vurulsun A1. Buradan yuxarıdan F olduğu kimi saxladıq. Aşağıdakı F A1, A2 üstə gəlsin F A1 yazırıq. Bax, buradakı A1 vurulsun A2-ni də yuxarıya atırıq. Bu da bizim olur nəyimiz? Təcilimiz. Buradan da baxıram ki, bax, bu F-ləri ortaq vuruq çıxarsaq, bax, buradan aşağıdan. Bu F-ləri ortaq vuruq çıxarsaq, bunlar hamısı ixtisar olub gedir. Yuxarıda qalır A1 vurulsun A2, aşağıda qalır A1 üstə gəlsin A2. İndi bunu mən çıxarışını yazdım, hardan gəlirik göstərmək üçün. Ancaq siz bunu formal olaraq əzbərləyə bilərsiniz. Sürətdə təcilləri bir-birinə vurursunuz, məxrəcdə toplayırsınız. Bunu belə əzbərləsəz daha yaxşı olar. Yox, əzbərləməyə çarxırsınızsa, istəmirsinizsə, onda bir-bir yazın, çıxarışını edin. Deməli, yuxarıda vururuq, aşağıda toplayırıq. Harda var? D variantında. Gəldik 41-ci suala. Müəyyən qüvvə M1 kütləli cismə A1, M2 kütləli cismə A2 təcili verirsə, həmin qüvvə nə qədər kütləli cismə bu təcili verər? İndi baxaq. İndi burada nə edirik? Baxın, əslində bayaqki kimi təcili necə tapdıq bayaq? Yuxarıda vurduq, aşağıda da topladıq. Kütlə üçün də eyni şeyi yaza bilərik.
Sürətdə vurarıq, məxrəcdə toplayarıq. Elə bunu əzbər dediyim kimi bilin. Əgər bilmirsinizsə bayaqkı qayda ilə də açıb yerinə qoya bilərsiniz, riyazi üsulla da. Bilmirəm, baxın necə rahatsa sizə elə də işləyin. 42-ci suala baxaq. Cismə təsir edən qüvvələrin əvəzləyicisinin X və Y oxları üzərindəki proyeksiyalarını müəyyən eləyin. Əvvəlcə nəyə baxaq? F1-ə baxaq. Baxıram ki, F1-in X proyeksiyası və Y proyeksiyası. F1-in X proyeksiyası nədir? Bax, buranı 0 kimi düşünsək. Baxıram ki, bax, buradan F1 gəlib bura. Neçə dama gəlib? 1 dama. Və sola doğru, 0-a doğru yaxınlaşdığı üçün yazıram -1. İndi gəlirəm Y proyeksiyasına. Y-də isə buradan başlayıb buradan gəlib 2 bölgü gəlib. Görürsünüzmü? 2 bölgü. Bu da elədi 2, hansı ki müsbət 2. Niyə? Çünki yuxarıya gedib. Yuxarı Y-də müsbətdə, aşağı mənfi. F1-i qeyd elədik. İndi gəlirik F2-yə. F2-nin X proyeksiyası buradan gəlib bura qədər 2 dama. Hansı ki -2, çünki sol tərəfə doğru gedib. İndi gəlirəm Y proyeksiyasına. Y isə buradan başlayıb aşağıya doğru bir addım gəlibdir. Aşağıda nə idi? Mənfi idi. Y-də olacaq -1. İndi bunları alt-alta toplayaq. Əvvəlcə X üçün baxıram. -1 ilə -2-ni topladım, elədi -3. -3. İndi gəlirəm digərinə. Müsbət 2 ilə -1-i topladım, elədi müsbət 1. İndi bizə deyir ki, hər damamız 5 newtondursa, onda baxın 3 dama neçə? 1 dama 5 newtondursa, 3 dama neçə newtondur? 15 newton. Mənfisi ilə bircə. Bu tərəf oldu -15. Bu tərəfdə də müsbət 1-dir. 1-i də vururam 5-i, eləyir eləcə 5. Bu da oldu müsbət 5. -15 ilə müsbət 15 harda var? B variantında. 43-cü sualda deyir ki, cismə təsir edən qüvvələrdən biri və əvəzləyici qüvvə verilibsə, ikinci qüvvəni tapın. Deməli, biz əvəzləyici qüvvəni necə tapırdıq? Verilən qüvvələrin, yəni F1 ilə F2-nin cəbri cəmini tapırdıq. Bu da bizə verirdi əvəzləyicini. Onda gəlin şərtimizi yazaq. F əvəzləyici bərabərdir F1 üstə gəlsin F2. Bizə də F1-i verib, F2-ni axtarırıq. Onda nə edərik F2-ni tapmaq üçün? F əvəzləyicidən, bax bu şərtə tənliyə əsasən çıxarıq F1-i. İndi gəlin, bax bunları F əvəzləyicidən F1-i çıxanda artıq biz F2-ni tapmış olacağıq. Bir-bir yerinə yazaq. Bax, bu bizim F əvəzləyicimizdir. Gəlin F əvəzləyicini buranı 0 götürsək. X proyeksiyası bərabərdir nəyə? -1-ə. Buna yazıram -1. Y proyeksiyası nəyə bərabərdir? Müsbət 3-ə. Bu da oldu müsbət 3. İndi gəlirəm F2-ni, F əvəzləyicini yazdım, indi F1-i yazıram. F1-in X proyeksiyası müsbət 2-dir. Y proyeksiyası isə -1-dir. İndi nə edirəm? Bunları çıxıram alt-alta. Yəni, bax, əvəzləyicidən çıxıram F1-i. Baxaq, indi X üçün baxıram. -1-dən çıxanda ikisini nə qalacaq? -3. Bəs müsbət 3-dən 1-i çıxanda, baxın, müsbət 3-dən çıxıram -1-i. Bu mənfilər müsbət olur, yerdə qalır 4, müsbət 4. İndi gəlirik varianta. Bax, burada bir dənə damanı bizə 10 newton verib, görürsünüzmü? Onda birinci X proyeksiyası 10 vurulsun 3-dən elədi -30. Y proyeksiyası isə 10 vurulsun 4-dən elədi müsbət 40. İndi görək bu variantlar harda var? -30 ilə müsbət 40-ın olduğu. Bu da var A variantında. Gəldik 44-cü suala. Cismin sürətinin proyeksiyası zaman qrafiki verilmişdir. Qrafikin 1, 2 və 3 hissələrində cismə təsir edən qüvvələrin proyeksiyasına gəlin baxaq. Baxın indi, burada görürük ki, birinci halda sürət yuxarıya doğrudur. Görürsünüzmü? Əgər sürət yuxarıya doğrudursa, deməli qüvvə müsbətdir. İkincidə də sürət yuxarıya doğrudur. Bu halda da qüvvə müsbətdir. Ancaq indi hal-hazırda heç müsbətə ehtiyac yoxdur, baxıram ki, elə böyüyünə, kiçiyinə baxacağıq. Baxın, tən ortada sürət sabitdir. Sabitdirsə, deməli qüvvə 0-dır. Yəni 2-də qüvvə 0-a bərabərdir. Bu belə. Sonra, indi baxıram 3 və 1-in arasında. Baxın, bunun hansının qüvvənin daha böyük olduğunu bilmək istəyiriksə, dikliyə baxırıq. Hansı daha dikdirsə, oradakı qüvvə daha böyükdür. Həm təcil, həm də qüvvə. Görürsünüz ki, 3 1-dən daha dikdir. Baxın, 1-i davam elətsək, 3-ü davam eləsək belə olur. 1-i davam eləsək, görürsünüz, 3-dən bəridədir. Yəni,
bax 3-ü və yaxud da bunu bu cür uzatsaq görə bilərsiniz ki, bir sözlə 3 daha dik olduğuna görə 3-dəki qüvvə 1-dəki qüvvədən böyükdür. 3 də böyükdür 1-dən. 3 böyükdür 1-dən, 2 də 0-a bərabərdir. C variantını götürə bilərik. Sonra gəlirik 45-ci suala. Baxın, bizə deyir ki, cisimlərin kütlələri və onlara təsir edən qüvvələrin modulları eynidir. Qüvvələr üçün biz rastgələ, məsələn, deyək ki, 100 yazdıq hamısına. Kütlə də onsuz da eynidir. Hamısı M-ə bərabərdirsə. Onda nə edirik? Bax, bu birinci halda qüvvənin bütün hamısını istifadə eləyəcək. Yəni, hamısı kosinus proyeksiyasıdır onsuz da. Təcili tapmaq üçün, bax, həmin o 100 newtonu bölürük kütləyə. İkinci halda bu qüvvənin iki proyeksiyası var. Bir kosinus proyeksiyası, bir sinus proyeksiyası. Sinus bizə lazım deyil, bizə sadəcə kosinus proyeksiyası lazımdır. Onda 100-ün hamısını götürməyəcəyik. İndi gəlirəm üçüncüyə də baxaq, sonra müqayisə edək. Üçüncüdə də bunun bir kosinus proyeksiyası var, bir də sinus proyeksiyası var. Və biz deyirdik ki, kosinus azalan funksiyadır. Bu nə deməkdir? Yəni, dərəcə nə qədər böyük olsa, onda kosinusun qiyməti, yəni kosinus proyeksiya bir o qədər kiçik olacaq. İndi baxın, bax ikisində də 100-dür, düzdür? İndi bunların hansının kosinus proyeksiyası daha böyük olar? 30-un yoxsa 45-in? 30-un. Niyə? Çünki tərs asılıdır dərəcə ilə. Dediyimiz kimi kosinus azalan funksiyadır. Kiçik dərəcədə daha böyük qiymət alır. Ona görə, bax bu ikinci halda, məsələn, rastgələ deyirəm. Deyək ki, ikinci halda biz deyirik ki, deyək 60, 100-dən 60-ı düşəcəksə, üçüncü halda daha az düşəcək. 50-si, misal üçün təbii ki. Ona görə ikinci haldakı qiymətinə 60 bölünsün M yazaq, 3-ə də 50 bölünsün M. Təbii ki, bunlar şərti olaraq bu qiymətləri vermişəm. Bu belə alınmayacaq. Onda baxıram ki, ən böyük təcil birincidə, sonra ikincidə, sonra üçüncüdədir. Yəni, burada təcil qüvvə ilə düz, kütlə ilə tərs asılıdır. Ancaq qüvvənin də özünü götürmürük biz. Sadəcə kosinus proyeksiyasını götürürük. Sonra 46-cı suala baxaq. Yüklər sistemi 4 təcillə hərəkət edərsə, onların kütlələrinin nisbəti nəyə bərabərdir? Burada əslində bir sürtünmə qüvvəsi də ola bilər. İndi sürtünmə haqqında məlumat vermədiyinə görə düşünürük ki, yəqin sürtünməni nəzərə almamışıq. Baxın indi, bax bu kütlə burada sakitcə dayanıb. Bunu aşağıya doğru çəkən MJ ilə dayağın reaksiyası bir-birini əvəzləşdirir, yəni hesaba qatmırıq bunu. Bircə dənə aşağıya doğru bunu çəkən bir MJ ağırlıq qüvvəsi var ki, hansı ki, biz dartı olaraq da elə ondan istifadə edəcəyik. İndi təcil bərabərdir. Əvəzləyici qüvvə bölünsün kütləyə. Buradan əvəzləyici qüvvənin yerinə mj yazıram. Daha doğrusu m2j yazaq. Çünki burada 2-1 fərqlidir. Bölürəm. Kütlənin yerinə isə kütləni artıq hesaba qatanda ikisini də hesaba qatırıq. m1 üstə gəlsin m2. Bu da bərabərdir təcile. Təcili də bizə hansı ki 4 veriblər. Onda gəlin, bax bu j-ni də silək yerinə 10 verək, yazaq. Çünki adətən j-ni 10 verir. Əslində onu qeyd eləməlidirlər, qeyd olunmayıbdır. Gələk indi bax bunu çarpaz vuraq. m2 vurulsun 10 bərabərdir. 4-ü bax bu hədlərin hər ikisinə vururuq. 4 dənə m1 üstə gəlsin 4 m2. Buradan da 10 dənə M2-dən 4 dənə M2-ni çıxanda qalır 6 M2 bərabərdir 4 M1-ə. Bizə də deyir M1-in M2-yə nisbəti. Bax bu M2-ni bu yana bölmə kimi atırıq. 4-ü də bu tərəfə bölmə kimi atırıq. Bu da eləyir 6 bölünsün 4-dən 1,5 Y variantı. Gəldik 47-ci suala. Mexaniki sistem 2 cisimdən ibarətdir. Onlardan hər biri digərinə 10 Newton qüvvə ilə təsir göstərir. Həmin qüvvələrin cəmi nəyə bərabərdir? Baxaq. Deməli, mexaniki sistem 2 cisimdən ibarətdir. Onların hər biri digərinə 10 Newton qüvvə təsir göstərirsə, qüvvələrin cəmi onda belə. Əgər hər biri bir-birinə eyni sayda qüvvə, eyni, məsələn, bu deyir ki, hər biri 10 Newton qüvvə ilə təsir göstərir. Deməli, bu qarşılıqlı təsirdir. Bax, 2 dənə cisimdir. Bir-birlərinə qarşılıqlı təsir göstərəndə nə edirdik? Qüvvələri bir-birinə bərabər eləyirdik. Qüvvələrin ədədi qiymətləri bir-birinə bərabər olurdu. Ancaq istiqamətləri fərqli olurdu.
onda həmin qüvvələrin cəmi deyirsə, məsələn, bax bunu gəl buna 1 yazaq, buna da 2 yazaq. Aha, onlardan hər birinin qiyməti 10-dur. İndi bax birinci üçün yazıram müsbət 10. Niyə? Çünki x ox istiqamətindədir. İkinci cisim üçün isə mənfi 10 yazıram. Mənfi 10. Və bunları cəmləyəndə bizə verəcək 0. 48. Yüklər sistemi A bərabərdir 5 təcillə hərəkət edir. Yüklərin kütlələrinin nisbəti nəyə bərabərdir? Burada nə edirik? Bura aşağıya doğru bax, bunların ağırlıq qüvvəsi var. Bura yazırıq M2, bura yazırıq M1. Onda təcili necə tapırdıq? A bərabər idi. Böyük qüvvədən çıxırdıq kiçik qüvvəni. Burada da, daha doğrusu qoy elə bir-bir yazaq. F əvəzləyici bölünsün M. Burada baxıram ki, bu birisi cisim daha böyükdür deyə, məlum məsələdir ki, M2-nin ağırlığı daha çox olacaq. Onda yazıram ki, M2J çıxılsın M1J digər tərəf bölürəm ümumi kütlələrə. Yəni M1 üstə gəlsin M2-yə. Buradan da isə təcili tapırıq. Hansı ki, təcili də bizə 5 veriblər. Onda gəlin bunları çarpaz vuraq. Bax, bu J-nin də yerinə 10 yazaq elə. İndi yazıram 10 dənə M2 çıxılsın 10 dənə M1 bərabərdir. 5-i də bunlara vururam hər ikisinə. 5 dənə M1 üstə gəlsin 5 M2. Buradan da 10 dənə M2-dən 5 dənə M2-ni çıxanda yerdə qalacaq 5 M2 bərabərdir. Bunu da digər tərəfə üstəgəl kimi atıram. 5-in üstünə də 10 gəldim, elədi 15 dənə M1-ə. Və bizə M2-nin M1-ə nisbəti deyirsə, bu M1-i bu tərəfə bölmə kimi atırıq. Buradakı 5-i də bu yana bölmə kimi atırıq. Bu da eləyir 15 bölünsün 5-dən 3, yəni Y variantı. Sonra 49-cu suala baxaq. Yüklər sisteminin təcillərini hesablayın. Gəlin hesablayaq. Bax, buranı 2, M1-i 2 kiloqram, M2-ni də 3 kiloqram götürsək. Onda təcili necə tapırdıq? A bərabər idi, əvəzləyici qüvvə bölünsün M-ə. Əvəzləyici qüvvə üçün, bax, bu yükün ağırlığı olsun 3 mg-dən 30, bununki də olsun 2 mg-dən 20. Nə edirik? Böyükdən kiçiyi çıxırdıq. 30-dan çıxdıq 20-ni, qaldı 10. Sonra bunu kütlələrin cəminə bölürdük. 2 burada, 5 burada, 3 burada, 5-ə. Bu da bizə verəcək 2 newton. 2 metr bölünsün saniyə kvadratı. Əslində burada J-nin 10 olmasını vurğulanmalıdır. Nədənsə bu kitabda vurğulanmayıb. M1 bərabərdir 1 kiloqram, M2 3 kiloqram olarsa, bunların da ağırlığı 10, 30 olacaq. Bu belə. Sonra sapın gərilmə qüvvəsi neçə newtondur? Əvvəlcə gərilmə qüvvəsini tapmaq üçün təcili tapırıq. 30-dan çıxıram 10-un, qalır 20. 20-ni də ümumi kütlələrin cəminə 4-ə bölürəm. Təcil bərabər olur 5. Sonra, indi gəlin, buradakı T gərilməni tapaq. Bir tərəfə görə elə tapa bilərik. İndi baxın, bu cisim aşağı düşər, bax bu sağ tərəfdəki, yoxsa yuxarı qalxar. Ağırlığı daha böyük olduğu üçün aşağı düşər. Deməli, buradakı bu 30 newton T gərilmədən böyük imiş ki, aşağı düşüb. Onda böyük olan qüvvədən, yəni 30-dan çıxıram. Kiçik olanı T gərilməni bərabər edirəm M-A-ya. Burada M olaraq sadəcə 3-ü götürürük. A-nı isə bayaq 5 tapmışıq. Bu da eləyəcək 30 çıxılsın T gərilmə bərabərdir 15-ə. T gərilmə də bərabər olmuş olacaq 15-ə. Bu da var D variantında. Eyni bir cismin müxtəlif sürət tənlikləri verilib. Hansı halda cismə təsir edən əvəzləyici qüvvənin modulu ən böyük olar? Əvəzləyici qüvvə bərabər idi M-A-ya. Yəni, əvəzləyici qüvvə A-dan, təcildən asılıdır. Eyni cisim olduğu üçün kütləni hesaba qatmırıq. Hamısının kütləsi eynidir. Başlayırıq ancaq təcillə baxmağa. İndi V-nin tənliyi necə idi? V bərabər idi V0 üstə gəlsin AT. Bax, buradakı T-nin qarşısında təcil olurdu həmişə. İndi hansı təcil daha böyükdür modulca? Baxın, ən böyük 6 olandır. Ona görə də elə buradakı Y variantındakı qüvvə də ən böyük olar. Gəlirik 52-ci suala. Eyni bir cismin müxtəlif hərəkət tənlikləri verilmişdir. Hansı halda cismə təsir edən əvəzləyici qüvvənin modulu ən kiçikdir? Bu səfər
tənlik verilib, ancaq x-in tənliyi verilib. Burada təcil harda yerləşirdi? Kvadratik t-nin qarşısında. İndi baxın görün, kvadratik t-nin qarşısında ən kiçik olanı hansıdır? Baxın, C variantı. Çünki əmsal 1-ə bərabərdir. Deməli, elə ən kiçik qüvvə də C-dədir. 53-cü suala baxaq. 1 kiloqram kütləli cisim varsa burada, M 1-ə bərabərdirsə, bu 1-dirsə, burada da 4 M-dən 4-dür. Təcili tapmaq üçün nə edirik? Qüvvəni bölürük kütlələrin cəminə 5-ə. Bu da bizə verir 4, A variantı. Fiziklər sistemi F bərabərdir 60 Newton qüvvə ilə dartılır. Sapın gərilmə qüvvəsi neçə Newtondur? İndi bunu necə tapırıq? Bax, bu qüvvənin əvəzinə 60 Newton yazdıq. Yazırıq ki, 60 Newton nə qədər yükü çəkir? 3 buradan, 1 buradan, 4 kiloqramı çəkir. Onda, bax, bu T gərilmə nə qədər yükü çəkir? 1 kiloqramı çəkir, görürsünüzmü? Hər kəs öz arxasındakı yükü çəkir. Onda çarpaz vursaq, 60 vurulsun 1, bölünsün 4, bizə T gərilməni verəcək. Bu da eləyər 15, D variantı. Eynən bu da eynəndir, sadəcə olaraq burada biraz vəziyyət fərqlidir. Necə? Baxaq, deməli 60 Newton qüvvə varsa. İndi 60 Newton qüvvə nə qədər yükü çəkir? M burada var, 3M burada var. 4M çəkir. T gərilmə nə qədəri çəkər? 3M çəkər. Yenə tənasüb qururuq. 60-ı vururuq 3-ə, bölürük 4-ə. Bu da eləyir 15 vurulsun 3-dən 45 Newton. Gəldik 56-cı suala. 56-cı sualda bizə kütlələri, deməli təcili verib, qüvvəni verib, bizdən kütləni istəyirsə. Gəlin yazıq. M bərabərdir F bölünsün A-dan. Görürük ki, kütlə qüvvə ilə düz, təcillə tərsdir. İndi əslində kütlə bunların heç birindən asılı deyil. Normal şərtlərdə, məsələn, asılılıq olaraq asılı deyil, ancaq qrafiklər fərqli olduğuna görə görürük ki, biri daha böyük, biri daha kiçikdir. İndi gəlirəm 2 ilə 3-ə. Görürəm ki, 2 ilə 3 eyni bir düz xətt üzərindədir. Və burada biri ilə düz, biri ilə tərs asılı olduğu üçün 2 və 3-ü bir-birinə bərabər edirlər. Deməli, 2 və 3-dəki kütlələr bir-birinə bərabərdir. Bu belə. Ancaq 1 onlardan böyükdür. Niyə? Bir dəqiqə, yox. 1 onlardan kiçikdir. Deməli, nə edirik burada? Burada qüvvə ilə düz, təcillə tərs asılı olduğu üçün burada artıq dikliyə baxmırıq. Hansı qüvvəyə daha yaxındır? Baxın indi, burada diklik daha çoxdur, yəni təcillə daha yaxındır 1. Təcillə də tərs asılı olduğu üçün deməli 1 bunlardan kiçik olacaq. 2 və 3-dən kiçik olmuş olacaq. Onda 2 ilə 3 bir-birinə bərabərdir, bir də bunlardan kiçikdir, D variantını götürürük. Burada sualların bəzilərində səhv cavabları var, yəni onlar doğru deyil. Orada yəqin ki, çapda səhv olub. 57-yə baxaq. Təcil qüvvə diaqramında cisimlərin yenə də kütləni soruşursa, bu səfər 2 ilə 3-ü bir-birinə bərabər eləyir. 2 ilə 1-i bir-birinə bərabər eləyirəm və 3-ü bunlardan böyük götürürəm. Niyə? Çünki 3 F-ə daha yaxındır. Yəni dikliyə baxanda təcildən daha uzaqdadır 3. Ona görə. 2 və 1 bərabərdir, 3 də bunlardan böyükdür. Bu da var D variantında. Gəldik 58-ci suala. Kütləsi 2 kiloqram olan cisim düz xətt üzrə 10 sürətlə hərəkət edir. Ona təsir edən qüvvələrin əvəzləyicisi nəyə bərabər olur? İndi baxın, bizə 10 sürətlə deyirsə, əslində sabit kəlməsini verməlidir orada. Yəni başqa bir məlumat yoxdur. Başlanğıc sürət deyilsə, məlum məsələdir ki, bərabər sürətlə hərəkətdir. Düzdür, bəzən suallarda sanki biraz kəmliklər var. Orada məsələn vurğulanmalı idi ki, sabit sürətlə. Ona görə sabit sürətlə olanda əvəzləyici qüvvə nəyə bərabər olurdu? 0-a. Bu da oldu A variantı. Gəldik 59-a. Kütləsi 2 kiloqram olan cisim 10 metr radiusu çevrə üzrə 25 sürətlə hərəkət edir. Ona təsir edən qüvvələrin əvəzləyicisi nəyə bərabərdir? Baxaq.
F bərabərdir M-A-ya. Deyə bilərsiniz ki, burada da sabitdir də, yəni bayaqki kimi. Nə üçün burada təcil götürür? Çünki çevrə üzrə hərəkətdə təcil hər zaman var. Yəni o sürətə görə deyil, istiqamətə görədir. Buradan da A-nın yerinə elə bir düstur yazmalıyam ki, içində radius olsun və sürət olsun. Onda yazıram V-nin kvadratı bölünsün R. Kütlənin yerinə 2 yazırıq. Sürətin kvadratının yerinə 25-in kvadratını yazırıq. R-in də yerinə 10 yazırıq. Buradan 25 kvadratik olduğu üçün ayıraq ixtisar olsun. Deməli, hər ikisi 5-ə ixtisar gedir. 2 burada qalır, 5 burada qalır. Bu ikilər də ixtisar gedir. Yerdə qalır 25 vurulsun 5-ə. Bu da eləyəcək 125 Y variantı. Sonra 60-cı sualda. X oxunun əksi istiqamətində 10 sürətlə hərəkət edən cisim. F 6 Newton qüvvə tətbiq edilmişdir. Cismin sürətinin proyeksiyasının tənliyini yazın. Buradakı sürət 10-dur. Deməli, son sürət üçün başlanğıcda cisim, bu V0-ın qiyməti 10-dur. Başlanğıcda 10 sürətlə hərəkət edirmiş. V0 bərabərdir 10-a. Sonra gətirib buna bir qüvvə tətbiq ediblər. Qüvvənin də qiyməti 6 Newtondur. Onda vəziyyət necə olur? F də bərabər. F-in də yerinə biz yaza bilərik MA. Buradan gəlin təcili tapaq. F-in yerində 6 var. 6 bölünsün kütlədən 2-dən təcili 3 tapdıq. A da bərabərdir 3-ə. Ancaq bir məsələ var. Burada V0-ı mənfi götürək. Çünki bunu yazın. Mənfi 10 götürək. Çünki hərəkətin əksinə, yəni X oxunun əksinədir, belə deyək. İndi bizdən nəyi soruşur? Cismin sürətini, son sürət. Sürət tənliyini soruşur bizdən. Sürət nəyə bərabər idi? V0 üstə gəlsin AT-yə. Buradan V bərabərdir. V0-ın yerinə mənfi V10 yazıram. AT-nin də yerinə, A-nın yerində 3 varmı? Üstə gəlsin 3T yazıram. Bu da var harda? B variantında. 61-ə baxaq. Kütləsi verilən cismin yerdəyişməsinin proyeksiyasının zamandan asılı qrafiki paraboladır. Cismə təsir edən qüvvələrin əvəzləyicisi neçə Newtondur? Əvvəlcə neyniyək? Gəlin, bax, bu cismə əsasən təcili tapaq. Necə? S bərabərdir AT kvadratı bölünsün 2 ilə. Niyə? Çünki burada V0 0 olduğuna görə da V0 T-ni yazmadım. S-in yerində yazıram 40. Baxın, 40, 0-dan 40-a gəlibdir. Bərabərdir A. T-nin yerinə 4-ün kvadratı olan 16 bölünsün 2-yə. Buradan da ixtisar aparsaq, 8-i də bu tərəfə bölmə kimi atsaq, A bərabər olmuş olur 5-ə. Təcili 5 tapdıq. İndi qüvvə əvəzləyicisi nəyə bərabər idi? F bərabər idi M-A-ya. M-in yerində 5 var. Daha doğrusu 0,5 var. Təcilin də yerində 5 var. Bunu da vurduq bir-birinə, elədi 2,5. 62-ci sualda kütləsi 5 kiloqram olan cismə 10 Newton qüvvə təsir edir. Verilmiş qrafikə əsasən cismin son sürətini hesablayın. Qrafikə əsasən 10 Newton qüvvə təsir edir. Əvvəlcə gəlin neyniyək? F bərabərdir M-A-dan təcili tapaq. Təcili tapmaq üçün F-i M-ə bölürük. F-in yerində bizə 10 veribdir. 10 bölünsün. Kütlənin də yerində 5 varsa, təcil 2-yə bərabərdir. Bu belə. Sonra təcilin hansı düsturunu bilirdik? Delta V bölünmüş T. Buradan da təcilin yerinə yazıram 2 bərabərdir. Delta V-nin yerinə, elə baxın 0-dan başladığı üçün elə son sürəti V-ni yazıram. T-nin də yerində 10-u yazıram. Onda başlanğıc sürət bərabərdir nəyə? 20-yə. 63-cü sualda tirciyi 5 Newton qüvvə ilə dartdıqda 0,2 metr bölünsün saniyə təcili hərəkət edir. Tirciyin kütləsini tapın. Kütləni necə tapırdıq? F-i M-ə bölürdük. F-in yerində var 5, M-in yerində var 0,2. Bu da eləyəcək 50 bölünsün 2-dən 25. Sonra
Tirciyi 15 Newton qüvvə ilə dartılır və təcili 3-dürsə, onun üzərinə, gəlin buradan əvvəlcə kütləni tapaq. Bax, təcil 3-dür, qüvvə 15-dirsə, kütlə bərabərdir nəyə? F bölünsün A-ya. 15-i də bölürəm 3-ə, kütlə bərabər olur 5-ə. Sonra deyir ki, onun üzərinə bir dənə də 10 kiloqramlıq cisim qoyduq. Onda tirciyin əvvəlki təcillə hərəkət etməsi üçün təcili bayaq nə vermişdilər? 3. Yəni deyir ki, təcil 3 qalsın, nə qədər qüvvə lazımdır. Kütləni də artırdıq, elədik 15. M də bərabərdirsə 15-ə, qüvvəni soruşur bizdən. Qüvvə nəyə bərabər idi? M, A-ya. Bu zaman 3-ü vururam 15-ə, bu da eləyəcək 45. Baxaq. 65-də. Tirciklər sistemi 25 Newton qüvvə ilə dartılır. Bax, bu F-in yerinə yazıram 25. Onda gəlin T gərilməyə baxaq. T gərilmə üçün heç nə. Burada yenə tənasübümüzü quraq. Əgər 25 Newton qüvvə nə qədər yükü çəkir? 3, 5, 6 M-i çəkirsə, T gərilmə nə qədər çəkər? 3 M-i. Onda tənasüb qururuq. Görürük ki, 3 vurulsun 25 bölünsün 6-dan. Bu da eləyəcək 12,5. Gəldik 66-cı suala. F qüvvəsi M kütləli cismə A təcilini verirsə. M kütləli cisim F A. İndi F böl 2 qüvvəsi M kütləli cismə təcil qüvvə ilə tərs asılıdır. Əgər qüvvə 2 dəfə azalsa, təcil də 2 dəfə azalacaq. Birinci doğrudur. Biri yazdıq. 2-yə baxırıq. F bölünsün 2. Təcillə qüvvə düz asılıdır deyə bu arta bilməz. 2-ni götürə bilmirik. Sonra F qüvvəsi 2M kütləli cismə 2A təcilini verərmi? Xeyr. Əgər kütlə 2 dəfə artıbsa, təcil 2 dəfə azalmalı idi. Çünki onunla tərs asılıdır. Burada isə artır, bunu silirik. Ancaq 4-ü götürə bilərik. Niyə? Çünki kütlə 2 dəfə artıb, deməli təcil 2 dəfə azalmalıdır. Çünki tərs asılıdır. 5-ə baxıram. İndi bu səfər F-i 2F elədilər, artırdılar. Təcil də F-lə düz asılı olduğu üçün təcil də artıb olacaq 2F, 2A. Bu da düzdür. Burada yenə qüvvəni 2F artırıblarsa, kütlə də artıbsa, bəli, təcil dəyişməyəcək. Necə var, elə qalacaq. Bunlar ixtisar etdiyi üçün. 6 da doğrudur. Yerdə qaldı 1, 4, 5, 6. 67-ci sual. Sükunətdəki M kütləli cisim F qüvvəsinin təsiri ilə T müddətində V sürətini alırsa. Baxaq. 2M kütləli cisimə T müddətində 2V... Baxın, indi burada M artdı, oldu 2M. T həmin T-dir. Deyir ki, sürət də artdı. Axı, biz bilirdik ki, təcillə kütlə tərs asılıdır. Əgər M artıbsa, təcil azalacaq. Təcil azalıbsa, sürət də azalmalıdır. Bu necə olar ki, artar? Onda bunu götürmürük. 2-də. Kütlə artdı, oldu 2M. Bəli, sürət artıq burada azaldı. Onda bunu götürə bilərik. Sonra, burada M həmin M-dir. T artıbsa, V neyniyər? Əgər T artıbsa, deməli, gəlin V ilə T-nin asıllığına baxaq onda. Baxaq, bircə dəqiqə. Deməli, A bərabər idi, V bərabər idi, daha doğrusu. Başlanğıc sürətə ehtiyac yoxdur. V bərabərdir. AT-ni yazsaq, sükunətdən hərəkət olduğuna görə. İndi burada baxıram ki, sürətlə təcil, zaman düz asılıdır. Onda əgər zaman artıbsa, 2T olubsa, sürət də 2 dəfə artacaq. Bu doğrudur. 3-ü də doğru götürdük. Sonra gəlirəm 4-ə. 4-də M kütləli, M həmin M-dir. T 2 dəfə artıbsa, yox, bunu səhv götürürük. Bayaq dedik ki, artır. 5-ə baxaq indi. 5-də nə deyir? 2M kütləli. Kütlə artdı, 2M oldu. T isə azaldı. Onda sürət neyniyər? Baxın, sürət kütlə ilə tərs asılıdır. Kütlə artıbsa, sürət azalmalı idi. T azalıbsa, hələ bir də onun hesabına azalmalı idi. Ona görə bunu doğru götürə bilmərəm. Burada isə kütlə 2 dəfə artıb, zaman 2 dəfə azalıbsa, sürət kütlə ilə tərs asılıdır. Kütlə 2 dəfə artanda 2 dəfə azalacaq. Zamanla da düz asılıdır. Zaman azalanda bu da 2 dəfə azalacaq. Deməli, 2 bunun hesabından, 2 bunun hesabından 4 dəfə azaldı. 6-nı doğru götürə bilərik. 2, 3 və 6. 68-ə baxaq.
Sükunətdəki M kütləli cisim F qüvvənin təsiri ilə yenə bayaqki kimi söhbət. Başlayaq indi. Burada sükunətdə olduğu üçün yazaq ki, S bərabərdir A T kvadratı bölünsün 2. İndi F qüvvəsinin təsiri ilə F həmin F'dir. Gördünüz qaldı. 2T, T2 artdı. T 2 dəfə artar. Müddətində 4S məsafə qət edir. Baxaq görək, F həmindirsə və məsafə də zamanla kvadratik asılıdırsa, bəli, zaman 2T artanda yol, məsafə 4 dəfə artacaq. 1 doğrudur. 1-i doğru götürdük. 2-yə baxıram. F qüvvəsinin təsiri ilə 2T, yox, bu səhvdir artıq da, 1-i doğrudur. 2F qüvvəsinin təsiri ilə qüvvə 2 dəfə artsa, təcil də 2 dəfə artacaq. Təcil 2 dəfə artsa, S də 2 dəfə artacaq. Bu belə. Sonra T müddətində 2S mi? Bəli, bu doğrudur. 3-də götürdük. Bu səhvdir. Sonra qüvvə 2 dəfə azaldısa, məsafə də 2 dəfə azalar. Zaman 2 dəfə azaldısa, məsafə 4 dəfə azalar. 2 bundan, 4 bundan 8 dəfə azalar. Bəli, 5-i götürə bilərik. Sonra gəlirik 6-ya. Qüvvə 2 dəfə azaldısa, məsafə də 2 dəfə azalacaq. Zaman 2 dəfə artdısa, məsafə 4 dəfə artacaq. Bunlar da ixtisar gedəndə yekunda 2 dəfə artacaq. Bəli, 6 da doğrudur. 1, 3, 5 və 6. (69-a) baxaq. Eyni kütləli 2 dənə cismin sürətinin proyeksiyasına zaman qrafiki verilmişdir. Birinci cisimə hərəkət istiqamətində qüvvə təsir eləyir. Baxıram, birinci cisim yavaşlayan hərəkət eləyir. Onda ona hərəkət istiqamətində qüvvə təsir edə bilməz. Gəlirik növbəti. İkinci cismi hərəkət istiqamətində, xeyr, o da yavaşlayandır, onu da götürə bilmirik. 3-də birinci cismə hərəkətin əksinə yönəlmiş qüvvə təsir edir. Bəli, axı biz demişdik ki, yavaşlayan olanda sürətlə qüvvə təcil əks istiqaməti olurdu. İndi 4-cü sualda ikinci cismə hərəkətin əksinə, bəli, o da doğrudur. İkinci cismə təsir edən qüvvənin modulu daha böyükdür. Baxaq. Deməli, bunu necə baxırıq? Sürət həmin sürətdir, zaman daha böyükdür. Zamanla da tərs asılı olduğu üçün, bəli, doğrudan da 2-dəki qüvvə daha böyükdür. Bir cisminə bu heç. Bu da oldu 3, 4 və 5-in olduğu variantlar. Gəldik 70-ci suala baxaq. Doğru ifadələri göstərin. Qüvvənin təsiri kəsilərsə, cisim hərəkət etməz. Bunu biz konkret deyə bilmərik. Niyə? Bəlkə elə bu cisim bərabər sürətli hərəkət edirdisə, qüvvə, yəni və yaxud da müəyyən bir sürətlə hərəkət edir də, deyək. Qüvvə kəsilən kimi o sürət stabil qalacaq. Ona görə dayanar demək doğru olmaz. 1 getdi. 2. Qüvvələrin təsiri kəsilərsə, cisim düzxətli, bu doğru ola bilər. Cisim həmişə qüvvənin təsiri istiqamətində hərəkət edir. Xeyr, yavaşlayan hərəkət olsa bu necə ola bilər ki, onu götürə bilmərik. Cismə təsir edən, qüvvə təsir edirsə, sürəti dəyişər. Əlbəttə, qüvvə varsa, sürət mütləq dəyişə bilər. Sonra, cismə qüvvə təsir edərsə, sürətin modulu həmişə artar. Xeyr, bəzən də ola bilər, azala bilər. Bunu doğru götürə bilmərik. Baxır, hansı istiqamətdədir. Cismi hərəkət istiqamətində perpendikulyar qüvvə təsir edirsə, sürətin modulu dəyişməz. Bəli, perpendikulyarın sürətə dəxli yoxdur. Bu da getdi. Daha doğrusu doğrudur da, yəni elə sürətin modulu dəyişməz, doğrudur. Onda 2-ni, 4-ü və 6-nı götürə bilərik.